Salam canlarım, necəsiz, neyinirsiniz? Bir müddətdir video çəkə bilmirdim. Yəni 2-3 gün deyək də. Ona görə də Hayday makineləri serimizlə davam edirik. Bugünkü makinemiz Haydayın 4-cü makinesi, yəni patlamış mısır kabıdır. Patlamış mısır kabı 8-ci səviyyədə açılır. 650 altın ilə alınır və inşaat müddəti 8 saatdır. Ürünləri haqqında danışaq. İlk olaraq 8-ci səviyyədən, yəni fabrikanın aldığı səviyyə ilə birlikdə bizə patlamış mısır verilir. İkinci olaraq 16 səviyyə ilə birlikdə tərəyağlı mısır gəlir, yəni gördüyünüz. Üçüncü məhsulumuz biberli mısırdır. Biberli mısır 25 səviyyədə açılır. Sonra ballı patlamış mısır gəlir. Ballı patlamış mısır 40-cı səviyyədə açılır. Hətta bunu deyim ki, görürsünüz, biberli mısırla ballı patlamış mısırın arasında çox səviyyə var. Ondan sonra isə 44-cü səviyyədə çikolatalı mısır açılır. Yəni çikolatalı patlamış mısır açılır. Sonra isə çox səviyyə keçəndən sonra, yəni 64-cü səviyyədə qarışıq çərəz açılır. Bugünlük patlamış mısır videomuz bu qədər idi. Gələn bölümlərdə başqa makinelər haqqında da danışacağım. 5-ci bölümümüz barbekü makinesi olacaq. Onu da deyim ki, barbekü makinesi biraz uzun olacaq. Çünki çox həddindən çox ürünləri var. Sağ olun, sevilirsiniz canlarım. İzləyib bəyəndiyiniz üçün təşəkkür edirəm.